Hazırki vəziyyətdə nə ki, treyderlərin bütün deyək ki, insanların marağı qızılda və neftdədir. Nə üçün? Yəni neft enerjisi qızıl qalxmağa doğru istiqamətlə davam etdir. Təbii ki, müharibələrlə bağlıdır, Hörmüz boğazı ilə bağlıdır. Yəni bugün səhər saatlarında dünən axşam günün ikinci yarısından sonra sürətlə endi. Bugün yenidən dirçəlmək istəyir, amma yəni 97.000-dən aşağı formalaşsa yenidən satışlarla nəticələnər. Təbii ki, 101.50-lərdən yuxarı formalaşsa alışlar olacaq. Sadəcə olaraq deyək ki, bir neçə müddət hələ ki belə deyək, yəni ümumi istiqamət neftdə yuxarıdır. Əsas yəni alışlar 112-dən sonra gələcək. Amma qiymət 95-lərdən aşağı formalaşsa yenidən aşağı doğru istiqamətdən, yəni 81-lərə qədər enəcək. Təbii ki, müharibələrlə bağlıdır. Gümüşə gəldikdə səhər saatlarında Siqnal kanalında, Gümüşdə biz YouTube kanalında, yəni baxın, Qafar İmam verdik, yazın, YouTube'da ətrafı var orada. Qrafik üzərində. Yəni gümüşdə satış əməliyyatlarını verdik, o da mükəmməl gəlirlə nəticələndir. İndi alışlar 73.500-lərdən də, yenidən satışlar isə 71.300-lərdən.